Federico Fellini, mənim ən sevdiyim rejissor, Tanina Guerra, onun yazarı ilə, ssenaristi, kinodramaturgu ilə Romada gəzirlər, Rim şəhərində görürlər. Böyük bir afişa, Amarcord filmi 73-cü ildə çəkilmiş, hansı ki, mənim sevimli filmlərimdən biridir. Və ilk filmim idi, mən hansına ki, kinoteatrda tək baxmışam, 83-cü ildə Moskva kinoteatrında, mikrorayonda Moskva verma təzə açılmışdı. Mamam təzə belə cavan gəlin idi, gəldi oturdurdu mənə səhər seansında ki, bax saat, yəni mən ağlayırdım, istəmirdim onu vermağa getməyə. O vaxt ki, Moskva verma indiki molun açılışı idi, belə gəlib cavan gəlib gəzdim. Mən də saat yəni oturub belə kinoya baxmışam. Amarcord film, ilk filmimdir, mənim 11 yaşım var. Bəlkə də onda qərara gəldim ki, mən rejissor olacağım. Yox, bəlkə onda gəldi mənə və sonuncu film 88-də oldu. Vaqif Mustafayevin Yaramaz filmi. 2 film mənə təsir edib həyatımda. Və mənim həyatıma oxşayır ikisi də. Həm Amarcord, həm Mirzaviç filmi mənim həyatımdır. Federico Fellini deyir ki, ya mən istəmirəm girmək. Tanina qoyur, gəl baxaq. Ya baxmaq istəmirəm. Gəl baxaq da nə olar? Porqué, почему? Mən istəmirəm. Müqayisə düşür. Federico deyir ki, yoxdur, mən zala girmək istəmirəm. Ki, girək baxaq da görək nə baş verir. Mənim maraqlı tamaşaçılarımcı bu filmi qəbul necə baxır? Yeni nəsil. Axırda gəlib qapını açırlar, girirlər, görürlər. 3-4 nəfər oturub, cavan oğlandı, qabaqda oturub, baxır, popcornla, yaşlı kişidir, xanımı ilə, arxada da cavan oğlanla neysə məşğul olur, kinodan başqa. Porqué, Tanina, eləmədən, girarı. Niyə, nə baş verir burada? Niyə biz çəkdiyimiz 73-cü ildə film, Oscarlar, mükafatlar üstünə 15-20 il keçib, salonda 2-3 dəfə oturub filmə də baxan yoxdur. Və Federico Fellini Tanina Guerra deyir ki, потому что мой зритель умер. Mənim tamaşaçım yoxdur, ölür.